Bilirsiniz, Rusiyanın qarnının sancısı, başının ağrısı bugünün söhbəti deyil. Cənubi Qafqazda zəifləmiş Rusiyanın belə də avtoşoklarıdır, necə deyərlər. Onu nə qəbul eləyə bilmir, nə də bununla bağlı hansı addım ata bilmir də. Çox maraqlı belə bir situasiya düşür. Və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa eləməsi Ermənistanı da müstəqil dövlətə çevirdi, daha rahat dövlətə çevirdi. Qarabağ məsələsinin həlli Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün bərpası Ermənistanı da daha çevik davranmağa belə deyək sürüklədi. Bunun nəticəsində nə oldu? Rusiya gördü ki, Cənubi Qafqazda zəifləyir. Və Cənubi Qafqazda zəifləyəndə və yaxud da başqa ölkələrlə hansısa bir kəskin qarşıdurma istəyəndə nə edirdi Rusiya? İki dənə arqument uydururdu özündən ki, hə, filan ölkə qərblə yaxınlaşır, Avropa Birliyinə girmək istəyir, NATO-ya girmək istəyir, biz onlarla gərək düşmənçilik eləyək. Ukrayna məsələsi ondan başladı da, ya, hamımız xatırlayırıq. Bugün Ermənistanla gərginlik də onun nəticəsidir ki, Avropa Birliyinə siz girməməlisiniz və yaxud da girsəniz üstünlüklərdən imtina edin. Gürcüstanla eyni problem oldu 2008-ci il müharibəsi. Azərbaycan burada da belə deyək də diplomatik fəndlə Rusiyanı belə deyək küncə sıxışdırdı. Azərbaycan bugünə qədər deməyib ki, mən Avropa Birliyinə və NATO-ya üzv olacağam. Niyə demir? Ona görə yox ki, Azərbaycan hökuməti bunu istəmir və yaxud da istəyir. Ona görə ki, qəbul edən yoxdur, qapını açan yox. Sənə qapını açmırlarsa, yalandan o qapını döyüb hamı ilə problem yaşamağın nə mənası var? Ermənistan ki, Avropa Birliyinə üzv olacaq, heç var. Mən həmişə yazılarımda da 10 ildir, 15 ildir beynəlxalq konferanslarda da deyirdim ki, nə vaxtsa belə bir gün yetişəndə Cənubi Qafqaz üzv olacaq Avropa Birliyinə. Ayrı-ayrı ölkələrin Avropa Birliyinə üzvlüyünün heç bir əhəmiyyəti yox. Bu isə o vaxt baş verəcək ki, Türkiyə üzv olsun Avropa Birliyinə. Türkiyə üzv olandan sonra, bəli, Cənubi Qafqaz ölkələri də Avropa Birliyinə üzv ola bilər. Yəni ayrı-ayrılıqda nə Ermənistanın, nə Azərbaycanın, nə Gürcüstanın Avropa Birliyi üçün heç bir əhəmiyyəti yoxdur. Yalandan qızışdırırlar oradan. Onlar da belə deyək də bu ritorikanı səsləndirirlər, başlarına gəlməyən oyun qalmır. Azərbaycan isə burada da Rusiyanı diplomatik fəndlə belə deyək də ağzını bağladı, əlini qolunu bağladı. Demir ki, mən Avropa Birliyinə gedirəm, NATO-ya gedirəm. Mən deyir, normal münasibətlər istəyirəm. Burada da Rusiya qıcıq olur. Ona görə də qıcıq olur, görür ki, heç bir fənd işləmir, başlayır Azərbaycanı anti-Rusiya çevirməyə cəhd edir. Belə axmaq-axmaq verilişlər təşkil edirlər Azərbaycanın müstəqilliyi ilə bağlı, ərazisi ilə bağlı, rəhbərliyi ilə bağlı mənasız belə deyək də deyimlər olur və bunu belə deyək də sığortalamaqdansa rəsmi şəxslər də çıxır, ondan da betər açıqlamalar verir. Zaxarovanın açıqlamaları və yaxud da parlament nümayəndələrinin açıqlamaları, Zatulinin açıqlamaları və s. Bunlar da çox belə iyrənc imperialist açıqlamalardır. Amma burada da Azərbaycan yenə necə deyərlər də ağıllı davranır, özünü anti-Rusiya çevirmir. Bizə ehtiyac da yoxdur da, mən həmişə demişəm ki, biz pro-Rusiya olmadıq. Yəni Rusiyanın yanında olmadıq heç vaxt. Və bu çox gözəldir, çox yaxşıdır və bu bizim gələcəyimizin təminatçılarından birinə çevrildi və Azərbaycan daxilində pro-Rusiya olan qüvvələr həmişə hökumətin içində olub, onlar da böyük ölçüdə təmizlənildi və Azərbaycan bundan sonra daha ciddi uğur əldə etdi Qarabağ məsələsində. Amma biz anti-Rusiya da olmalı deyilik və olmayacağıq da. Rusiya indi buna çalışır. Çalışır ki, münasibətləri tamamilə körpüləri yandırsın və bunu bəhanə kimi istifadə eləsin Azərbaycanla münasibətlərdə. Buna da imkan vermirik. Deyirik ki, qardaş, biz anti-Rusiya deyilik, səndən normal münasibət istəyirik, qonşuluq istəyirik. İstəyirsən yaşa, istəyirsən yaşamaq qonşuluq şəraitində, özün bilərsən. Və burada Azərbaycan tərəfinin üstünlüklərindən biri də odur ki, qarşılıqlı ticarət dövriyyəsində belə bir mif var ki, Rusiya bizi belə deyək, ac qoya bilər və yaxud da bizim məhsullarımızı almaya bilər. Bəli, kənd təsərrüfatı məhsullarının ixracatında Rusiya dominant. Bayaq da qeyd elədim də, tək elə pomidorumuzun 92-93%-ni Rusiya satırıq. Amma Rusiya bizim Rusiyaya satdığımızdan 4 dəfəyə yaxın çox mal satır. 4,5 milyard dollarlıq kənd təsərrüfatı məhsulları, tikinti materialları, bunlar niyə önəmlidir? Yəni, neft, qaz deyil də bu. Bu kənd təsərrüfatı məhsulları, tikinti materialları, bəzi məhsullar kiçik orta sahibkarlığın məhsuludur. Onların dayağıdır, necə deyərlər də. Məsələn, Azərbaycan süd məhsulları alır Rusiyadan çoxlu həcmdə.
Biz almasa onda nə olacaq? Bu zaman Rusiyada yüzlərlə iş yeri qapana bilər. Yüzlərlə müəssisə dayana bilər. Onlarla daha doğrusu müəssisə dayana bilər və yaxud da işini azalda bilər. Yəni, bu nöqteyi nəzərdən asıllıq daha çox Rusiyanın bizim bazara ehtiyacı var. Biz də bundan ağılla istifadə etməliyik. Yəni, bu nöqteyi nəzərdən Rusiyanın davranışlarını mən başa düşürəm. Bu sancılardır. Belə deyək də, imperiyanın son dağılma sancılardır. Hələ də tam dağılmayıb, bax o qafasında, beynində tutduğu imperiya dağılmayıb. Onun sancılarıdır və Azərbaycan da burada önəmli rol oynadı. Cənubi Qafqazda Rusiyanın 200 illik bütün əldə etdikləri demək olar ki, sıfırlandı və qardaş Türkiyə ilə birgə addımlar Rusiyanı ceytnota saldı və addımlar ata bilmir. Yəni, nə cavab verəcək ki buna? Ona görə də çıxırlar efirdən axmaq bəyanatlar verirlər ki, Xəzər dənizindən desant çıxardacaq, ay nə bilim, nə eləyəcək. Ya sən bir Ukraynada 4 il yarımdır düşdüyün bataqlıqdan çıx görüm necə çıxacaqsan. Hələ bir Xəzər dənizindən desant mı çıxardacaqsan? Azərbaycanın Türkiyə ilə Şuşa bəyannaməsindən sonra bunu edə bilərsənmi? Buna cürətin, buna belə deyək də iqtidarın çatarmı və yaxud da buna resursun çatarmı? Yəni, bu nöqteyi nəzərdən Rusiyanın etdiklərini mən başa düşürəm, nə hardan qaynaqlanır, o sancılardan qaynaqlanır. Amma Azərbaycan da çox normal şəkildə təmkinli davranır, hüquq çərçivəsində davranır. Sən mənim ərazi bütövlüyümə belə deyək də çağırış eləmirsən, sən terrora səsləmirsən, Azərbaycan prokurorluğu da sənə qarşı cinayət işi qaldırır. Və indi o şəxslər var, 3 aparıcı. Onlar Türkiyədə dincəlirlər hər yer. Antalyada dincəlirlər. İndi görüm gedə biləcəklər Antalyaya. Gedə bilməyəcəklər. Türkiyə tərəfi tutub verəcək, təhvil verəcək Azərbaycana. Bu nöqteyi nəzərdən onlar, yəni Türkiyənin önəmi də çox ciddidir axı. Bugün Rusiya üçün Türkiyə, belə deyək də, nəfəslikdir. Türk axını vasitəsilə Avropaya sata biləcəyi, qaz sata biləcəyi yeganə marşrut boru kəmərlərindən gedir söhbət. Və yaxud da öz taxılını təsəvvür eləyin ki, qorxusundan çıxardıb sata bilmir, ancaq Türk gəmiləri gəlib götürə bilir. Çünki Ukraynalılar Türkiyə gəmilərinə böyük ölçüdə atəş açmırlar. Bəli, bir-iki insident oldu, siz də yəqin gördünüz xəbərlərdə, bir-iki drone. Amma bu kütləvi deyil də. Yəni, Türkiyə tərəfinin o qədər nüfuzu və gücü var ki, zəng edir Kiyevə ki, bax, filan yerdə mənim gəmim gəlir, taxıl almışam, aparıram. Dəyməyin, dəymirlər. Yəni, bu nöqteyi nəzərdən Qara dənizdə gəmiçilik belə Türkiyədən asılı vəziyyətə düşən bir Rusiyanın izləyiriyindir. Ona görə də təmkinli davranmaq lazımdır, necə ki biz də davranırıq, hüquq çərçivəsində və Rusiyanın atdığı addımların, bu sancıların, belə deyək də, tək Azərbaycanla yox, bütün postsovet məkanı ilə getdikcə daha da şiddətlənəcəyini indidən proqnozlaşdırmaq olar. Təsəvvür edin, keçən həftə Putin müsahibə verir və birdən belə bir cümlə işlədir ki, sabah onlar SVO deyir, xüsusi hərbi əməliyyat deyir də, müharibə demir Ukraynadakı işğalçı siyasətlərinə. Deyir, sabah orada SVO qutarsa, biz neyniyəcəyik, nə işlə məşğul olacaq? Çox qəribədir həqiqətən. Özümüzə məşğuliyyət tapaq nə demək istəyirsən, başqalarına mı hücum eləyəcəksən? Yəni, bu nöqteyi nəzərdən Rusiyadan, belə deyək də, o sancılarının doğurduğu agresiya getdikcə artacaq. Elə bu kontekstdə də Azərbaycanın Özbəkistanla hərbi, siyasi, iqtisadi münasibətlərinin güclənməsi, mən əminəm ki, gələcəkdə, yaxın gələcəkdə Şuşa bəyannaməsi başqa ölkələrə də şamil ediləcək. Çox güman ki, Özbəkistan bura ilk daxil olan ölkə olacaq. Çünki Özbəkistan, Qırğızistan və Qazaxıstandan fərqli olaraq KTMT-nin üzvü deyil. Yəni, Rusiyanın başında durduğu hərbi ittifaqın üzvü deyil. Özbəkistan oradan çıxıb. Ona görə də mən əminəm ki, düşünürəm ki, daha doğrusu, əminəm biraz doğru deyil, amma düşünürəm ki, Şuşa bəyannaməsinin genişləndirilmiş versiyasına yaxın gələcəkdə ilk qoşulan ölkə məhz Özbəkistan olacaq. Və bununla da paralel olaraq Türkiyənin də Pakistan və Səudiyyə Ərəbistanı ilə də Məkkə paktının imzalanması, bütün bunlar fragmentallaşan dünyada yeni güc mərkəzinin formalaşmasına, yeni nüfuz mərkəzinin, yeni belə deyək də təhlükəsizlik çətirinin formalaşmasına dəlalət edir ki, bu da Azərbaycan üçün də kifayət qədər uğurlu bir gedişatdır.